Dövlət Məşğulluq Agentliyi vətəndaşlarımıza 175-ə yaxın peşə üzrə müxtəlif məzmunlu kurslar əhatə edir və bu siyahı ilbəil artır və Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırda yeni əmək bazarında tələb olunan peşələr üzrə təkliflər hazırlanıb və müzakirə mərhələsindədir. Çox güman ki, yaxın müddətdə yeni peşələr də təsdiqlənib və xidmətə təqdim ediləcəkdir və bu peşələr təkcə peşə təhsili səviyyəsini əhatə eləmir. Burada həm ali təhsil səviyyəsi olan peşələr var, burada müxtəlif sektoru əhatə edən peşələr var. Yəni, IT sektorundan tutmuş, ictimai yaşa, tikinti, sənaye, aqrar sektor və s. Demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə eləyən, əksər sahələrini əhatə eləyən peşələr vardır ki, təmənnasız sürətdə bizim vətəndaşlarımız müraciət eləyərək Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filialına və yaxud da DOS filiallarına müraciət eləyərək işsiz kimi qeydiyyata düşdükdən sonra onların məşğulluq imkanları qiymətləndirilir və əgər peşə hazırlıqlarına ehtiyacları vardırsa, onlar peşə hazırlığı kurslarına növbəli prinsip əsasında yazılırlar və ödənişsiz surətdə bu kurslara qoşula bilirlər. Eyni zamanda vətəndaşlar təhsil aldıqları, yəni təlim müddəti çərçivəsində minimum əmək haqqının 50% həcmində təqaüd də alırlar və eyni zamanda müəyyən məsafədən çox əgər nəqli həmin kurslara getmək üçün və yaşayış yerindən uzaqdırsa, nəqliyyat xərci də ödənilir. Və bu kurslar Dövlət Məşğulluq Agentliyinin nəzdində olan həm peşə hazırlıq mərkəzləri tərəfindən həyata keçirilir, həm də özəl müəssisələr tərəfindən həyata keçirilir ki, özəl müəssisələr Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə və Dövlət Məşğulluq Agentliyinin tərkibində yaradılmış müsabiqə komissiyasından keçdikdən sonra, qiymətləndirmədən keçdikdən sonra özəl bir partnyor kimi əməkdaşlıq imkanları yaradılır həmin müəssisələrə və bütün xərclər Dövlət Məşğulluq Agentliyinin tərəfindən ödənilməklə bu kurslar təşkil olunur. Peşə hazırlıq kursları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi işsiz və iş axtaran vətəndaşların peşə hazırlığı təşkili qaydalarına uyğun olaraq və məşğulluq haqqında qanuna uyğun tələblərinə uyğun olaraq təşkil edilir. Eyni zamanda prosesin təşkili zamanı biz peşə təhsili haqqında qanun və təhsil haqqında qanunun da tələblərini rəayət etməyə çalışırıq. Və bu zaman bizim əsas tələblərdən biri əlbəttə ki, vətəndaşın işçi status almasıdır. Və ona görə vətəndaşlar həm eyni zamanda qeyd etməliyəm ki, iş axtaran vətəndaşlarımız da bir qismi də bu prosesdən yararlana bilərlər. Müəyyən şərtlər çərçivəsində həmin vətəndaşlar da peşə hazırlıq kurslarına cəlb oluna bilərlər. Amma adətən daha çox işsiz kimi qeydiyyata düşən vətəndaşlarımız və 15 yaşdan yuxarı olan vətəndaşlarımız bu kurslara cəlb olunurlar. Yaş məhdudiyyəti yoxdur. Əsas meyar ondan ibarətdir ki, vətəndaş işsiz kimi qeydiyyatda olsun və əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasın. Yəni, tamamilə işsiz statusuna uyğun olan tələbləri cavab verdiyi təqdirdə onlar peşə hazırlığına cəlb edilirlər. Əlbəttə ki, bu zaman biz həssas qruplara, xüsusən şəhid ailələrinin övladlarına, müharibə veteranlarına və s. kateqoriyada olan vətəndaşlara daha öncəlik ayırırıq və onları daha çox çalışırıq, əhatə edirik.